Salam, hər vaxtınız xeyir olsun. Əziz tələbələr, mən Fərid Qafarov. Bu gün sizinlə maraqlı bir məntiq sualın izahına baxırıq. Sualımızı oxuyaq. İlk öncə deyir 5 mərhələli bir oyunda oyuncular A, B, C, D, Y hər mərhələdə 1-dən 5-ə qədər xal topladılar. Hər iştirakçı hər mərhələdə fərqli xal aldı və heç bir mərhələdə 2 iştirakçıya eyni xal verilmədi. Oyunun nəticəsi barəsində müəyyən məlumat aşağıdakı cədvəldə verilmişdir. Yəni burada nə deyilir? A əgər 3-cü mərhələdə 1 alıbsa, 1-ci və 2-ci və yaxud da 4-cü mərhələdə yenidən 1 ala bilməz. Yəni B 1-ci mərhələdə 5 alıbsa, 2-ci, 4-cü və 5-ci mərhələdə 5 ala bilməz. Yəni bunların hər biri 1-dən 5-ə qədər rəqəmlərdən bir dəfə istifadə etməklə xallar alırlar. Bizdən nəyi soruşur? A-nın 1-ci mərhələdə və C-nin 4-cü mərhələdə topladıqları xalların cəmi nə qədərdir? İlk öncə gəlin baxaq. Cədvəlimizi yaxınlaşdırırıq. Baxıram suala. Baxın, 5-ci mərhələdə A 5 xal alıb, C 1 xal alıb, D alıb 2 xal. B ilə Y isə burada almalıdır 3 və 4 xal. Çünki 1-dən 5-ə kimi rəqəmlərdən istifadə etmək. Belə deyim, sudoku oxşar bir sualdır. Onda diqqətlə baxsaq biz B 5-ci mərhələdə 4 xal ala bilməz. Niyə? Çünki 3-cü mərhələdə 4 xalı almışdır. Ona görə buradan avtomatik B almalıdır 3 xal. Onda Y də alacaq 4 xal. Daha sonra D-yə baxıram ki, buradan 1-ci mərhələdə 4 xal alıbsa, 4-cü mərhələdə 5 xal alıb, 5-ci mərhələdə 2 xal alıbdır. D 1 və 3 xalları qalıb ki, onları almalıdır. Baxanda mən D-nin 3-cü mərhələdə 1 xal alma ehtimalı yoxdur. Niyə? Çünki A 3-cü mərhələdə 1 xal alıbdır. Onda deməli D 3-cü mərhələdə aldı 3 xal, 2-ci mərhələdə alıb 1 xal. Daha sonra B-yə baxarıq. İlk öncə niyə mən D, B oradan buradan harda rəqəm çoxdursa, o hissədən doldursa sizin üçün daha rahat olacaq. Baxıram B 1-ci mərhələdə 5 alıb, 3-cü mərhələdə 4 alıb, 5-ci mərhələdə 3 xal alıb. B-nin yerdə qalıb ala biləcəyi xallar 1 və 2-dir. Biz bura 1 yaza bilmərik. Çünki 2-ci mərhələdə 1 xalı D alıb. Onda B 2-ci mərhələdə alır 2 xal. 4-cü mərhələdə isə alacaq 1 xal. Sonra diqqətlə baxaram. 2-ci mərhələdə B 2 xal alıb, D 1 xal alıb, Y 3 xal alıb. A ilə C isə qalıb 4 və 5 xal almaq. Biz A 5 xal ala bilməz. Çünki 5 xalı 5-ci mərhələdə alıbdır. Deməli onda A alır 4 xal. C də qalır bir dənə 5 xal almağa. Sonra A-nın xallarına baxaram ki, 2-ci mərhələdə 4 xal alıb, 3-cü mərhələdə 1 xal, 5-ci mərhələdə 5 xal. A olmalıdır bizdə qalıb nə? 2 ilə 3 xalı. Amma biz 2 ilə 3-ü hələ bir yerə qoya bilmirik. Daha sonra baxarıq məsələn Y-yə. Y 2-ci mərhələdə 3 xal alıb, 5-ci mərhələdə 4 xal alıb. Y-nin yerdə ala biləcəyi xallar hansılardır? 1 xal, 2 xal, 5 xal. Y 1-ci mərhələdə 5 xal ala bilməz. Çünki B alıb. Y 4-cü mərhələdə 5 xal ala bilməz. Çünki onu D alıb. Onda Y yalnız 3-cü mərhələdə 5 xal ala bilər. Qaldı Y-yə 1 və 2 xalı hara yazırıq. 4-cü mərhələdə B 1 xal aldığına görə Y avtomatik alacaq 2 xal. 1-ci mərhələdə alacaq 1 xal. Daha sonra bizdə qalıb nə? C-ni və A-nı tapmaq. Baxaram, məsələn 4-cü mərhələdə B 1 xal alıb, Y 2 xal alıb, D 5 xal alıb. Qalıb bizdə nə? 3 və 4 xalı 4-cü mərhələdə kim alacaq? A 4-cü mərhələdə 4 xal ala bilməz. Niyə? Çünki 2-ci mərhələdə 4 xalı alıbdır. Ona görə A avtomatik alır 3 xal. Onda C də qalır 4 xal. A deməli onda 1-ci mərhələdə qalıb 2 xal almalıdır. C 1-ci mərhələdə almalıdır 3 xal. C 3-cü mərhələdə almalıdır 2 xal. Baxın, verilən qayda qanuna uyğun olaraq, yəni verilən məlumatlar olaraq cədvəlimizi doldurduq. Kim hansı mərhələdə neçə xal olduğunu qeyd elədik. İndi bizdən soruşur ki,
A-nın birinci mərhələdə aldığı xal 2-dir. C-nin dördüncü mərhələdə topladığı xal. C-nin dördüncü mərhələdə topladığı xal isə 4-dür. Bizdən bunların cəmini soruşur. 2 ilə 4 toplayaraq cavab edir 6, yəni B variantı.